Təqdim edəcəyimiz gözəl həyət evi Zabratda yerləşir. 118 A marşrut xəttinin sonuncu dayanacağına yaxın məsafədə 2 sot torpaq sahəsinin içərisində. 8 daş kürsüdə təmirli 4 otaqlı və evdə yaşayış olub. İndi hal-hazırda boşda evdə yaşayış olub. 4 otaqlı həyət evi cəmi 68 min manata satışa çıxıb. Bəli, padvalına iki tərəfdən girişi var. Sağdan da, soldan da, çardadan da giriş var. Evin kombisi, radiatoru yarım tonluqda ehtiyat su çərədə qalacaq. Üstü bax, çardaqdır, görürsünüz, dəmir barmaqlar da qoyulur. Yəni, evi rahat şəkildə harasa qonaq girəndə bağlayıb gedə bilirsən. Bütün kommunal sistemləri var, hamısının sayğacı qoyulub, sən önündə buyur. İstilik sistemi kombidir, kombisi, radiatoru var. Təmirli 4 otaqlı həyət evidir. Dediyim kimi, əvvəl yaşayış olub, indi boşda evi satışa çıxarıblar. Burada mətbəxi yerləşir, qazı, aspiratoru, moykası var və pəncərələrin hamısının reşotkası kimi qalacaq. Videoda nə var olsa qalacaq, stoldur. Burada da geniş qonaq otağı. Görürsünüz, hər bir otağın radiatoru var. Burada kiçik yataq otağı, hansı ki, uşaq otağı üçün nəzərdə tutublar. Evin, mətbəxin, qonaq otağın pəncəsi həyətin ön hissəsinə baxır. Saxı hissəsi küçəyə bax, o küçədir. Gördüyümüz o sağ tərəf küçədir. Burada növbəti yataq otağı. Sonuncu yataq otağı. Evdə 3 dənə yataq, bir qonaq, mətbəxdən ibarətdir. Sanitar qovşağı sanuzildir. Unitazı var. Bəli, tək qoyublar. Aksesuarları yəqin xarab olub, sonra dəyişməyiblər. Eyb yox, hədiyə sizin üçün qoyarım. Belə əzizlərim, qiymət 68 min manatdır. Real müştəriyə endirim olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.